Şəhid şəkillərinə toxunmayın. O şəkillərə baxanda hansısa ana təsəllisini tapır. Analar var deyir ki, oğlumun şəklinə toxunsalar həmin gün ölərəm. Çünki deyir, mən o yolu keçəndə oğlumun şəklini görəndə elə bilirəm ki, o sağdır, o yaşayır. Və bugün hansısa icra başçısının qəhrəman oğul görmək xoşuna gəlmir. Niyə? Siz də bu Azərbaycanın oğlusunuz, şəhərin inkişafı, hansısa kəndin inkişafı filan çox gözəl başa düşürəm. Bunlar olmalıdır. Amma mütləq şəhid şəkillərinin kəsilməsi üzərində olmalıdır. Toxunmayın şəhidlərə. Bugün uşaqlar var, şəhidlər xiyabanına gedib at